إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Allah Teala bu meclisi bereketli eylesin. Allah Teala sevgisini, razılığını kazanmak için bir sebep vasıta etsin. Ve evlat terbiyesi, evlatların ıslah olması ve bu yolda kömek eden bazı sebepler. Allah Teala'nın kullarına verdiği en büyük, azametli nimetlerinden salih evladlar. Evladların salih olması. Evladların salih olmasıyla valideynlere onların xeyrindən çatır. Hem dünya ve hem içinde ahirette onlar bu xeyirdən əldə edirlər. Evladların terbiyesinde, onların ıslah olunmasında valideynler ne kadar əziyyət çəkseler de, çalışsalar da, hamısı onların əməl dəftərində öz yerini tapır. Ve Allah Teala buyurur Necm suresinde وَاَلَّيْسَ الْاِنْسَانِ اِلَّا مَنْ سَعَى. İnsana sey ettiği, çalıştığı vardır. وَاَنَّ سَعْيَهُ سَوْفَ يُرَى. Ve sonra onun çalışması, emeli, seyi gösterecektir. ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْاَوْفَى. Sonra tam şekilde ona mükafat verilecektir. Ve evlad ne kadar secdeler etse, Kur'an'dan ne kadar okusa, ne kadar zikirler etse, her hansı bir yaxşı iş görse, valideynlerine bundan pay vardır. Eğer valideyn öldüsə, şək yoktur ki, her birimiz dünyadan küçəsiyik. Valideyn öldükten sonra evladların faydası öldükten sonra da onlara çatır. Sahih Müslim'de Ebu Hureyre'den gelen hadiste Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Adem evladı öldükdə onun əməlləri hamısı kəsilir, üç şeydən başqa. Axan sədəqə, yəni davamlı şəkildə insanların istifadə etdiyi yaxşı bir, xeyir bir işdir ki, hansı ki bununla sanki axar sədəqədir. Veya faydalanan elm qoyub insan və insanlar da bundan fayda əldə edir veya onun üçün dua edən salih evlad. Bunun için başka hadiste Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, müminə əməllərindən, yaxşılıqlarından, onun ölümündən sonra çatan şey bir neçə şey zikredir ve birisi de salih evlad. Ve hatta cennette de valideynler bu evladın salihliyinin bəhrəsini görürlər. Ebu Hureyre deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem buyurmuştur, İnne racule turfa'u derecetuhu fil cennet. Həqiqətən kişinin cennette derecesi qalxır. Derecesi qaldırılır ve o da deyir ki, ey Rəbbim, bu mənim üçün hardan, nə üçündür? Ve buyurur ki, senin evladının senin üçün istiğfar, bağışlanma diləməsinə görə. Və şək yoktur ki, her bir ticarette insan səbrə ihtiyacı var. Her bir ticarette çətinlik olur, məşəqqət olur, yorğunluq olur. Ve valideyn de bunu bilməlidir ki, senin ticaretindir. Evladın salih olmağı, senin evladının yaxşı, gözəl tərbiyəvi, İslam tərbiyəsiyle böyüyen bir evlad olması senin üçün ticarətdir, qazancdır. Ve həmçinin tərbiyəçi də, istər valideyn və yaxud da tərbiyəçi evladları tərbiyələndirdiği zaman məşəqqətlərlə qarşılaşır, çətinliklərlə qarşılaşır. Lakin insan bilməlidir ki, aqibəti, sonu gözəldir.
Və biz bilməliyik ki, övladların hidayəti Allah Teala əlindədir. Bizim üzərimizdə düşən yalnız səbəbləri yerinə yetirmək çalışmaqdır. Və bilməliyik ki, valideynlərin övlada tərbiyəsi, övlad tərbiyəsi ilə məşğul olması bir növ itaət, ibadət və həmçinin mübarizə və cihaddır. Və bu yolda nə qədər məşəqqət, çətinlik üz versə də Allah yanında heç bir şey yox olmur, zaya olur. Və sələflərdən bəziləri demişlər ki, İnnə minə zunubi mə lə yukəffiruhu illə həmmul əvləd. Elə günahlar var ki, o günahları yalnız övlad dərdi çəkmək silib aparır. Və əgər bir insan bunu bildirsə, ona bu iş asanlaşır. Və bilir ki, insan övladlarına tərbiyə verdikcə ibadətdədir. Savab, mükafat əldə edir başqa ibadətlərdən savab, mükafat əldə etdiyi kimi. Və bəzi səbəblər var ki, bu səbəblər olmalıdır ki, övlad salih olsun. Və valideynlərin də övladlarını İslam tərbiyəsi ilə tərbiyələndirməsi onlar üzərində bir vacibdir. Və övladı İslam tərbiyəsindən kənar böyütmək isə heç bir valideynə halal deyildir. Və Allah elçisi sallallahu aleyhi və səlləm ərlərini sevən, çox uşaq dünyaya gətirən qadınlarla evlənməyi tövsiyə edib və buyurur ki, mən qiyamət günü sizin çoxluğunuzla fəxr edəcəm, öyünəcəm. Və şək yoxdur ki, çoxluq deyəndə burada salih övladlardır. Salih övlad deyilsə əgər, salih olmayan övlad valideyn üçün bir yükdür. Və birinci səbəblərindən və ən mühümlərindən övladlarla davranışda Allah Resulü sallallahu aleyhi və səlləmin üslubunu, onun yolunu, onun davranışını nümunə götürmək. Bütün xeyirlərin əsası hamısı Allah elçisi sallallahu aleyhi və səlləmi nümunə götürməkdir. Allah Resulü sallallahu aleyhi və səlləm yolu, onun üslubu ən xeyirli yoldur. Və onun sünnəsi, onun yolu ən əfsəl, ən üstün yoldur. Və Allah Resulü sallallahu aleyhi və səlləm balacalarla, uşaqlarla, şəfqətlə, rəhmətlə davranardı. Və balacaların qəlbində tövhidi əkərdi, tövhidi yerləşdirərdi və onları tövhid üzərində tərbiyələndirərdi. Və körpəliyindən onlara dini işləri öyrədərdi. Uşaq vaxtdan, körpə vaxtdan uşağa dini işləri öyrətmək övladın salih olması üçün ən böyük səbəblərdəndir. Abdullah ibn Abbas balaca uşaq idi. Və deyir ki, mən bir gün Allah Resulü sallallahu aleyhi ve sellemin minikdə arxasında oturmuşdum və dedi ki, ey oğul, mən sənə bir neçə kəlmə öyrədəcəm. Allahı qoru, Allah da səni qorusun. Allahı qoru, Allahı qarşında tapasan. İstədikdə yalnız Allahdan istə. Kömək, yardım dilədikdə yalnız Allahdan dilə. Və bil ki, bütün insanlar sənə hər hansı bir şeylə fayda, mənfəət vermək üçün toplaşsalar, Allahın yazdığından başqa heç bir şeylə sənə fayda, mənfəət verməzlər. Və əgər sənə hər hansı bir şeylə zərər vermək üçün toplaşsalar, Allahın sənin əleyhinə yazdığından başqa bir şeylə zərər verməzlər, qələmlər qaldırılmış və səhifələr qurulmuşdur. Abdullah ibn Abbas balaca uşaq idi, lakin Allah elçisi sallallahu aleyhi ve sellem uşağı Rəbbinə bağlayır. Allah da nəyə bağlayır ki, uşağın qəlbində Allaha təzim, Allahdan ümid etmək, Allahdan qorxmaq olsun. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Muru əvlədəkum bis-salati və hum əbnəu səbə sinin. Övladlarınız 7 yaşında olduqda onlara namazı əmr edin. وَضْرِبُهُمْ عَلَيْهَا وَهُمْ أَبْنَاءُ عَشْرٍ. Və onlar 10 yaşı olanda namaza görə onları vurun. وَفَرِّقُوا بَيْنَهُمْ فِي الْمَضَاجِعِ və yataqlarını ayırın. Övlad 7 yaşına çatdısa valideyn üzərinə fərzdir, vacibdir ki, övladını namaza durğuzsun, övladını namaza çağırsın.
övladına dəstəmazı öyrətsin və lazım olarsa özü övladının ayaqlarını yusun. Uşağı əməllə tərbiyələndirmək üçün. Və həmçinin övladlara məhəbbət və sevgini ishar eləmək, övladı öpmək və onlara dəyər göstərmək. Əbu Hüreyrə deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm gündüz vaxtı çıxdı, nə o məni danışdırmırdı, nə ki mən onu danışdırmırdım. Hətta Bəni Qaynuqa bazarına gəldi və Fatimənin evinin boş yerində oturdu və dedi ki, oradadır mı uşaq? Luka, yəni uşaq, hansı ki balaca uşağı deyilir, danışığına yaxşı bilməyən, yəni Həsəni deyirdi. Allah Rasulü sallallahu aleyhi ve sellem öz nəvəsi Həsəni deyirdi. Və Həsən də qaçaraq gəldi və Allah Rasulü sallallahu aleyhi ve sellem onu qucaqladı, onu öpdü və dedi ki, Allahım, mən onu sevirəm, sən də onu sev və onu sevəni sən də sev. Yəni, Həsəni kim sevərsə, Allah Rasulü sallallahu aleyhi ve sellem dua edir ki, Allah da onu sevsin. Və yenə başqa hədisdə Ayşə radiyallahu anh müminlərin anası deyir ki, Bədəvi ərəblərdən bir dəstə Allah Rasulü sallallahu aleyhi ve sellem yanına gəldi və dedilər ki, siz uşaqlarınızı öpürsünüz. Allah Rasulü sallallahu aleyhi ve sellem dedi ki, bəli. Dedilər ki, lakin Allah'a hamd olsun ki, biz öpürük. Və Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, "Əvə əmliku in kana Allahu nəzə'a min qulubikum rahmə." Əgər Allah Teala sizin qəlbinizdən rəhməti çıxarıbsa, mən nə edə bilərəm, nəyə sahib ola bilərəm? Və yenə Əbu Hüreyrə deyir ki, Əqra ibn Habis gördü ki, Allah elçisi sallallahu aleyhi ve sellem nəvəsi Həsəni öpür. Və dedi ki, mənim 10 övladım var, onlardan heç birini öpməmişəm. Və Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, İnnəhu mən lə yərhəm lə yuhəm, rəhm etməyənə rəhm olunmayacaq. Və bu Allah Rasulü sallallahu aleyhi ve sellem ümumi sözüdür. Rəhm eləməyənə Allah da rəhm eləməz. Əgər bir insan rəhimsizdirsə, mərhəmətsizlik edirsə, ona rəhm olmayacaq. Və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem uşaqlara salam verərdi, onlarla zarafət edərdi və onları sevindirərdi. Ənəs ibn Məlik deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem yəni balaca uşaqların yanına gəldi, onlar oynayırdılar və onlara salam verdi. Və yenə Ənəs ibn Məlik deyir, Allah elçisi sallallahu aleyhi ve sellem insanların əxlaqca ən gözəliydi. Və mənim bir qardaşım var idi, ona Əbu Umeyr deyildi. Və Allah Rasulü sallallahu aleyhi ve sellem onun yanına gələndə uşaq, yəni balaca quş var idi, onu oynayırdı. Və quş ölür və Allah elçisi sallallahu aleyhi ve sellem deyir ki, ey Əbu Umeyr, mən fəalən nuğayr, bu quşçuğaz nə oldu? Və sonra Ənəs ibn Məlik deyir ki, mən Allah Rasulü sallallahu aleyhi ve sellemlə ailə üçün daha mərhəmətli birisini görmədim. Və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem yolundan, üslubundan idi ki, uşaqları, yəni uşaqlarla, balacalarla davranışda sadiqliyə, doğru danışmağa vərdiş etdirmək. Abdullah ibn Amir deyir ki, məni anam çağırdı bir gün və Allah elçisi sallallahu aleyhi ve sellem də bizim evimizdə oturmuşdu və anam dedi ki, gəl, sənə bir şey verəcəm və Allah Rasulü sallallahu aleyhi ve sellem dedi ki, mən araddi ən tu'tiyahu, ona nə vermək istəyirdin? Dedi ki, anam dedi ki, ona bir xurma verəcəm və Allah Rasulü sallallahu aleyhi ve sellem dedi ki, əmə innəki ləv ləm tu'tihi şeyən kutibət aleyki kədibə. Amma sən əgər ona heç bir şey verməsəydin, bir yalan sənə yazılardı. Və həmçinin uşaqları, övladları halal yeməyə vərdiş etdirmək və haramdan uzaq tutmaq. Və yenə Əbu Hüreyrə deyir ki, Həsən ibn Ali radiyallahu anh sədəqə xurmalarından bir xurma götürdü və ağzına qoydu və Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, 40 onu at. Yəni atmaq üçün o xurmanı uşağa bu kəlmələrdən istifadə etdi və sonra dedi ki, məgər bilmirsən biz sədəqə yemirik.
Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellemin üslubundan idi ki, övladlar arasında ədalətli olmaq. Və bu da övladların qəlbinin islahı üçün böyük səbəbdir. Övladlar arasında sevgi, məhəbbət yaradır. Nu'man ibn Bəşir deyir ki, atam məni Allah Resulü sallallahu aleyhi ve sellem yanına apardı. Və dedi ki, Allahın elçisi, sən şahid ol ki, mən Nu'mana öz malımdan bu qədər verdim. Yəni, uşağına öz malımdan verir və Allah elçisi sallallahu aleyhi ve sellem şahid götürür. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, sən Nu'mana verdiyini bütün övladlarına da vermişsən mi? Dedi ki, yox. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, onda sən buna məndən başqasını şahid tut. Və sonra dedi ki, Əsurruka ən yəkunu ileykə fil birri səva. İstəyirsənmi, yaxşılıqda sənin üçün bərabər olsunlar? Dedi ki, bəli, onda eləysə belə et. Yəni, əgər edirsənsə, hamısı üçün bərabər et. Başqa ləfsdə isə dedi ki, məni şahid tutma, mən ədalətsizliyə, zülmə şahid ola bilmərəm. Və yenə Ənəs bin Məlik deyir ki, bir kişi Allah elçisi sallallahu aleyhi ve sellemlə bərabər oturmuşdu və onun bir oğlu gəldi və onu götürdü o kişi və onu öpdü. Sonra onu qucağında oturdurdu və onun qızı gəldi həmən kişinin və o qızı götürdü, yanına qoydu. Və Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, Ələ ədəltə beynəhumə, yəni fi təqbilmə, kaş ki onlar arasında ədalətli olaydın, yəni onları öpməkdə, birini öpürsən, digərini isə öpürsən. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem üslubundan, yəni uşaqlarda xata, səhv varsa, mülayim, təmkinli şəkildə, yumuşaq tərzdə, rəhmətlə, alçatmadan, yaralamadan, danlamadan, acılamadan bu səhvləri düzəltmək. Ömər ibn Əbi Sələmə deyir ki, hansı ki, Ömər ibn Əbi Sələmə balaca uşaq idi və Ömər ibn Əbi Sələmə Mədinədə yaşadıkları yerdə öz məhəllə məscidində 7-8 yaşlı uşaq idi və Qur'anı yaxşı bildiyi üçün onu imam qoyurlar və arxasında da böyük kişilər durur. Və deyir ki, mən balaca uşaq idim, Allah elçisi sallallahu aleyhi ve sellem himayəsində idim və yemək yiyərkən əlim qabın hər tərəfində dolaşırdı, yəni sağdan, soldan yiyir və iki əlindən yiyir və Allah elçisi sallallahu aleyhi ve sellem deyir ki, oğul, Bismillah dinə, Allahın adını çək, sağ əlinlə ye və öz önündən, öz qarşından ye. Və Ömər ibn Əbi Sələmə balaca uşaq idi və deyir ki, ondan sonra bu mənim yemək üslubum oldu. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem kəlməsi onun qəlbində yer alır. Muqays bint Məhsən Əsədiyyə deyir ki, öz oğlunu gətirir, balaca uşaq idi, hələ yemək yeməyən körpə, südəmər uşaq idi. Və Allah Resulü sallallahu aleyhi ve sellemə gətirir onu və Allah elçisi sallallahu aleyhi ve sellem onu qucağında tuturur və uşaq da Allah Resulü sallallahu aleyhi ve sellem paltarına bövlədir, batırır və Allah Resulü sallallahu aleyhi ve sellem su gətizdirir və o suyu paltarına tökür və paltarını yumur. Bu da südəmər körpə uşaq olduğu üçün. Və həmçinin övladların islahı üçün mühüm tərbiyələrdən, üslublardan valideynlərin özlərinin salih olması. Əgər valideyn salih olarsa, övladları Allah təala islah edər. Tərbiyəçi, uğurlu, nicat əldə edən tərbiyəçi, istər ata olsun, istərsə də ana və yaxud da müəllim olsun. Vacibdir ki, özü salih bir nümunə olsun. İnsan necə övladının itaətkar olmasını umur ki, özündə o nümunə yoxdur. Öz sözü əməlinə müxalifdir.
dediği sözler etdiği əməllərə uyğun gəlmir. Allah Teala bunu Saf surəsində Ya eyyuhellezine amenu ey iman gətirənlər limə təqulun mə la təf'alun nə üçün etməyəcəyiniz şey deyirsiniz? Kəbura maqtan indallahi an təqulu mə la təf'alun etməyəcəyiniz şey demək Allah yanında böyük qəzəbə səbəb olur. Övladlar valideynlərini izləyir. Valideynlərin əməlləri, hərəkətlərini və görəndə ki, valideyn təhqir sözləri istifadə edir, lənət edir, şüşə sözləri ağzından düşmür, söyür və yaxud da valideyn evdə övladla davranışda yalan danışır və əgər elə olarsa, o valideyn övladdan nə gözləyir? Əgər bu valideyn övladı yalandan çəkindirirsə, pis, nalayiq sözlərdən çəkindirirsə, bu övlad nəyə əməl etməlidir? Atanın, ananın sözlərində yoxsa ata-anada gördüyü o aşağı, dəyərsiz əxlaqa mı? Və övlad görəndə ki, ata-ana namaza təhlənkardır, namaza tənbəldir və bu valideyn övlada namazı əmr etdikdə qəbul edərmi? Və yaxud da övlad görür ki, valideyn sigaret çəkir və ondan sonra valideyn sigaretin zərərli olmasını, haram olmasını bildirdikdə övlad onun sözünü qəbul edərmi? İbn-i Qeym rahmanullah deyir ki, İzə i'təbərtəl fəsədə fil əvləd rəeytə ammətəv min qıbl əbə deyir, görsən, diqqət eləsən, övladların körlanması, övladların fəsadını görəcəksən ki, çoxusu, əksəriyyəti atalardandır. Və bu səbəbdən də hikmətlərdəndir ki, nafilə ibadətlər, sünnət namazları evdə qılansın. Ki, övladlar əməllə valideynlərin namaz qıldığını görsünlər. Zeyd ibn Səbit radiyallahu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm buyurmuşdur, Sallu əyyuhənnəs fi buyutikum. Ey insanlar, evlərinizdə namaz qılın. Həqiqətən kişinin fərz namazdan başqa ən əfsəl namazı evində qıldığı namazdır. Abdullah ibn Ömər deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem demişdir, namazınızdan eviniz üçün də pay ayırın və evlərinizi qəbirlər etməyin. Başqa hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biri məscidində namazını bitirdisə, evi üçün namazından pay ayırsın. Həqiqətən Allah Teala onun evində qıldığı namazdan evi üçün xeyr etmişdir. Və valideyn nə qədər salih olarsa, nə qədər itaətləri çox edərsə, xeyir əməllərdə çalışarsa, bu övladlarının islahı üçün ən böyük səbəblərdəndir. Və həmçinin övladlardan şərrin dəf olunması üçün böyük səbəblərdəndir və həmçinin valideyn öldükdən sonra övladın hifz olunması üçün səbəbdir. Allah Teala buyurur ki, Nisa surəsində وَلِيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللَّهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا. O kəslər ki, özlərindən sonra, yəni öldükdən sonra zəif zürriyyət qoyub gedirlər, yəni zürriyyətin dərdini çəkir, zürriyyətə görə qorxurlar. Əgər onlar üçün qorxurlarsa, onda Allahdan qorxub təqvalı olsunlar və doğru söz söyləsinlər. Və təfsirdə gəlir ki, bunda bir işarə var ki, usul, yəni valideynlər təqvalı olarsa, furu, yəni övladlar qorunar. Əgər övladın hifz olunmasını, qorunmasını istəyirsə bir valideyn, özü öldükdən sonra istəyirsə ki, övladı Allah tərəfindən hifz olunsun, deməli, özü də Allah Teala'nın hədlərini qorumalıdır, təqvalı olmalıdır və danışığında da doğru söz söyləməlidir. Və Səid ibn Müseyyib öz oğluna nəsihət edərək, ona xatırladaraq deyir ki, İnni ləzidu fi salati min əcd. Mən sənin üçün namazımı artırıram. Ümid edərək ki, sən qorunasan deyə. Və misal olaraq da Kəhf surəsi, hansı ki, hər bir müsəlman hər cümə günü Kəhf surəsini oxuyur və 82-ci ayədə, hansı ki, Musa aleyhissalam Xadırla gedəndə divarı düzəldir
və sonra onun izahını bildirəndə deyir ki, وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ Amma divara gəldikdə isə iki yetim uşağın idi. Şəhərdəki iki yetim uşağın idi və onun altında da onların xəzinəsi var idi. وَكَانَ أَبُوهُمَا صَالِحًا Və onların, o iki yetimin atası salih insan idi. فَأَرَادَ رَبُّكَ اَنْ يَبْلُغَ أَشُدَّهُمَا Və sənin Rəbbin də istədi ki, onlar həddi bula çatsın, böyüsün وَيَسْتَخْرِجَ كَنْزَهُمَ Öz xəzinələrini çıxartsınlar Rəbbin tərəfindən rəhmət olaraq. İbn Abbas deyir ki, Allah Teala onların valideynlərinin salih olması səbəbilə onları hifz etdi, qorudu. Və həmçinin övladın salih olması üçün duaları çoxaltmaq. Valideynin duasının böyük təsiri var qız və oğlanın salih olması üçün. Və valideynin övladına duası qəbul olunan dualardandır. Allah elçisi sallallahu aleyhi ve sellem buyurur ki, ثَلَاتُ دَعَوَاتٍ يُسْتَجَابُ لَهُنَّ Üç dua qəbul olunur. Bunda şək yoxdur. Məzlumun duası, müsafirin duası və bir də valideynin övladı üçün duası. Və buna Qur'andan misallar da çoxdur ki, peyğəmbərlər övladları üçün dua ediblər. Və həmçinin Allah elçisi sallallahu aleyhi ve sellem İbn Abbas radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem məni qucaqladı və dedi ki, Allahümmə allimhul kitab, Allahım ona kitabı öyrət. Başqa ləfsdə isə deyir ki, dində onu fəqih et. Və İbn Abbas, Abdullah İbn Abbas ümmətin alimi olur. Qur'anın tərcüməçisi olur. Və Ənəs bin Məlikin anası deyir ki, gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yana və deyir ki, ey Allahın elçisi, sənin xidmətçin Ənəs. Çünki Ənəs balaca olanda anası qoyur Peyğəmbər sallallahu aleyhi ve sellem yana xidmətçi olsun deyə və 10 il xidmətdə olur. 10 il. 10 il Peyğəmbər sallallahu aleyhi ve sellemin mədrəsəsində olur. Ənəs bin Məlik radiyallahu anh. Və deyir ki, Ənəs radiyallahu anh, Allah Resulü sallallahu aleyhi ve sellem mənə bir çox şeyləri, bir çox xeyirlər dua etdi. Və axırıncı etdiyi dualardan da mənim üçün dedi ki, Allahım, onun malını çoxalt, övladlarını çoxalt və ona verdiyində onun üçün bərəkət elə. Və Ənəs radiyallahu anh deyir ki, mən ənsarlar içərisində malı ən çox olanıyam. Və deyir ki, mənim qızım danışdı ki, mənim öz belimdən olan 120-dən çox uşağı dəfn olunmuşdur. Və valideynlər bəd duadan çəkinməlidir. Uşağı əgər səhv edərkən, uşaq hər hansı bir xatə edərkən qorxutmaq bəhanəsi ilə bəd duadan çəkinməlidir valideynlər. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, özünüzə, öz nəfsinizə bəd dua etməyin. Övladlarınıza bəd dua etməyin, yəni əleyhinə dua etməyin. Öz xidmətçilərinizin əleyhinə dua etməyin və öz malınızın əleyhinə dua etməyin. Yoxsa Allah tərəfindən duanın qəbul olunan vaxtına düşər və duanız qəbul olunar. Dua qəbul olunursa, sanki valideyn öz əli ilə övladını həlak edir. Və həmçinin övladın salih olması üçün səbəblərdən övladı Qur'ana bağlamaq. Qur'an Allah Teala'nın kitabıdır. Allahın möhkəm ipidir. Açıq aydın nurdur. Və Qur'an hikmətlə dolu bir kitabdır. Sırat-ı müstəqimdir. Doğru yol göstəricisidir. Allah da buyurur, İnnə hədəl Qur'anı yəhdi illəti yəqam. Həqiqətən bu Qur'an ən doğru olana yönəldir. Ən doğru olana. Və yübəşşirul mu'mininəl-ləzinə yə'məlun salihət. Və salih əməl edən möminlərin müjdələyir ki, onlar üçün böyük əcr vardır. Və övladların salamat tərbiyəsi üçün mütləq insan, yəni valideyn taqətini sərf eləməli və bu yolda səbr etməli, dözümlü olmalıdır. Çünki iş asan deyildir və salih zürriyyət valideyn üçün böyük bir sərmayədir. Və hər bir valideynə vacibdir ki, bunu qorusun. Övladını İslami tərbiyə tərbiyələndirsin. Və
övladı Qur'ana bağlamaq valideynə bir vacibdir. Uşaq dünyaya gələndən övladı Qur'ana bağlamaqla fikirləşməlidir valideyn. Valideynin fikrində olmalıdır ki, övladımı Qur'ana bağlayayım. Yəni, Qur'anla yaşasın, Qur'anla əlaqəsi möhkəm olsun, həyatın hər bir anında. Və əgər belə olarsa, uşaq, övlad böyüdükdə Qur'an onun əxlaqına çevrilər. Həyatında bir düstur olar. Yəni, sadəcə 5 namazı qılıb qurtarmaz. Və Əbu Əhməd deyir ki, mən hərisəm ki, övladım balaca ikən Allahın kitabını əzbərləsin. Və ona görə də onu Qur'an əzbərləyən halqaya, yəni o müəllimi yanına gətirdim. Və deyir ki, mən hər gün Allahın kitabında onunla bərabər otururam, dayanıram və hər hansı bir ayədəki qissəni öyrənirik və yaxud da orada olan ədəbləri öyrənirik və yaxud da Qur'anın icazkarlığını. Və mən də deyir, Allaha and olsun ki, Allahın kitabının təsirini, izini övladımın ibadətində, onun əxlaqında, onun mənimlə, qardaşları ilə və yoldaşları davranışında Qur'anın izini, təsirini gördüm. Və biz xatırlamalıyıq ki, Allah elçisi sallallahu aleyhi ve sellem buyurur, sizin ən xeyriniz Qur'anı öyrənən və onu öyrədəndir. Və həmçinin buyurur Allah Resulü sallallahu aleyhi ve sellem, Qur'anı mahir bilən, yaxşı bilən, səfər edən hörmətli mələklərlə bərabərdir. O kəs ki, Qur'an oxuyur və əziyyət çəkir, kəkəliyir, məşəqqətlidir onun üçün ona iki savab vardır. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim Qur'an oxuyarsa və onu öyrənərsə, ona əməl edilərsə, ona əməl edərsə, valideyninə qiyamət günü tac qoyular, nurdan tac. Onun işığı günəşin işığı kimi olar. Və valideyninə, ata-anasına iki gözəl paltar geyindirirlər və valideynlər deyər ki, bu bizim üçün, bu bizə nə üçündür, bu iki geyim, bu paltar nə üçün bizə geyindirilir və onlara deyirlər ki, övladlarınızın Qur'anı götürdüyü üçün. Və övlad da Qur'anı sevməsi üçün səbəblər var. Birincisi, valideyn özü övladı üçün nümunə olmalıdır. Qur'anla əlaqəsinin möhkəm olmasında, Qur'anı oxuması, Qur'anı dinləməsində. Və həmçinin səbəblərdən gündəlik vaxt ayrılmalıdır. Gündəlik vaxt ayrılmalıdır hər gün və yaxud da həftənin neçə günü ki, Qur'an tədrisi üçün, Qur'anı oxumaq, əzbərləmək üçün övladlarla bərabər. Əgər varsa, Qur'an əzbərləyən, Qur'an əzbərlətən müəllim varsa, halqa varsa, daha yaxşı olar ki, o halqada olsun və yaxud da müəyyən müəllim onu öyrətsin. Və həmçinin səbəblərdən övlad üçün yaxşı yoldaş seçmək, o yoldaş ona kömək edir Allahın kitabını əzbərləməkdə. Və həmçinin övladın Qur'an əzbərləməsində onu qorxutmaqdan, onu məcbur etməkdən çəkinmək. Əksinə, bu yolda gözəl üslub, yumuşaqlıq, təmkinlik istifadə etmək, necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, məkən rifq fi şeyin illə zənə. Əgər mülayimlik, təmkinlik hər hansı bir şeydə olarsa, onu bəziyər. Və mən uzi'a min şeyin illə şəna. Əgər bir şeydən çıxarılarsa, onu pis edər. Və həmçinin başqa səbəblər də var ki, övladı həvəsləndirmək üçün, lakin bununla kifayətləndirik və Allah Teala'dan istəyirəm ki, Allah Teala bütün müsəlman övladları salih etsin və valideynlər üçün göz bəbəyi, göz sevinci etsin. Allah Teala sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruke və etûbü